Bir də vaxtınız xeyir olsun dəyərli futbol sevərlər. Gecənin mərkəzi qarşılaşmasında Porto Baku və Palestar duelindən sizləri salamlayırıq. Heyətlərlə sizi tanış eləyək. Porto Bakuda qapıda hərnəv olaraq Elvin Həşimov, 2 May Süleymanov, 8 Cəbrayıl Cavadov da 11 Elsəvər Hacıyev, 10 komandanın kapitanı Elnur Bəşirzadə, 4 Raul Cavadov. Bu Porto Bakunun heyətidir. Palestar komandasının heyətini sizə təqdim edək. Palestar komandasında qapıda Elvan Çukalin, ehtiyat qapıcı Məhəmməd Qaloyevdir. 2 Bəhruz Əzizov, 44 Rami Misirov, 6 Həsən Quliyev, 7 komandanın kapitanı Ülvi Bədalovdur. 10 Savalan Abbasov və 15 Anaracı. Komandanın rəhbəri isə Elnur Mənsimov. Əynav olaraq göylü qaralı geyimdə çıxış eləyəcək Palestar komandası. Bizdən sağ tərəfdə gördüyünüz isə Porto Baku tünd göy geyimdə. Maç bir neçə saniyə sonra artıq start götürəcək. Zəhmət olmasa canlı yayımımızda maksimum dəstək olaq. Artıq gedərək playoff mərhələsinə adım-adım yaxınlaşırıq. Növbəti həftə artıq playoff mərhələsi başlayacaq. 4-1 final oyunlarını izləyəcəyik məhz Meydanda TV kanalı vasitəsilə. Vasif Mahmuzadə çox sağ ol bəyəndiyin üçün. Canlı yayımızı maksimum bir dənə bəyən et dostlar. Hədəf bəyənimiz 40K. Bax bu möhtəşəm oyun üçün 40K bəyəni nədir ki? Böyle Porto Baku forma dəstəsini dəyişdim. Yaşıl geyimdə çıxış eləyəcək. Yeni sezonda yenidən maraqlı turnirimiz başlayıb. Qeydət olmaq tələsin. Bundan öncəki qarşılaşmada Laçın və təcrübəli veteranlar klubu mübarizə aparırdı. Gərgin keçən qarşılaşmanın sonunda 8-5 hesabı ilə qələbə Laçın komandasına aid oldu. Və indi bu mərkəzi qarşılaşmada hansı hesab təyin olunacaq? Bunu qarşıda bizi gözləyən 50 dəqiqə göstərəcək. Həsən Zamiroğlu yoxdur. Həsən Zamiroğlu bu yaş qrupu üçün təbii ki çox balacadır, amma uğurları özündən maşallah qat-qat böyüdür. Gündür. O gün Sabir rəhmətli. Beləliklə, maç başladı, hər iki tərəfə uğurlar arzu edirik. Savalan Abbasov topladı. Cavadov ondan topu aldı. Elek Slamayan yeni gelenler hoş geldiniz. Ülvi Bədalov. Misirovdan ötürməz, Savalan Abbasov. Həsən Quliyev. Elvin Həşimov da qalır top. Cəbrayıl Cavadov. Bura harada belə Gəncədirmi? Yox. Bakı şəhərində. Maksimum bəyəniləyik. Bu qarşılaşmanı maksimum bəyəniləyik. Turun mərkəzi qarşılaşması. Derbi maçda Palestar və Porto Baku qarşılaşır. Son çempion Porto Baku. Səfərdə Palestarla mübarizəsi artıq start götürüb. Artıq ikinci dəqiqə oynanılır və hələ ki qolsuz bərabərlik hökm sürür. Eyləm, 1-1. Bravo, güzel. Allah'tadaki sərmiydi. Hayır, sever. Gel. Bravo. Stadion yaxşı bu qoydu. Yaxın oynayın. Gel. Bəşirzadə oyundadırmı? Bəli. Misirov topladı. Quliyevlə oynayır. Bura Bakının hansı bölgəsidir? Mərdəkan. Alara al, axıra kimi. Ayma yerdə oturma.
Son zərbə Bəhruz Əzizovdan gəldi. Top qapının üstündən keçdi. Top yenidən Polestar komandasında. İnstitutlarda oynaya bilər bizim akademiya. Oynaya bilərmi? Bəli. İstənilən komanda bizim turnirdə mübarizə apara bilər. Kasmasın hala. Bəhruz Əzizov. Birinci, ikinci, üçüncü yerlərə qiymətli hədiyyələr və pul mükafatları var. Ətraflı məlumat üçün səhifəmizə abunə olub tarixdə müraciət edə bilərsiniz. Top Elvanda. Və Savalan Abbasovun qarşısına gəlir. Top qapı boş qaldı və gol! Savalan Abbasov mərkəzi qarşılaşmada hesabı açdı. Bir hərəkətlə rəqibinə sıyrıldı. Ardından isə Qalkiberidə topsuz qoydu və hesab açıldı. 2 nəfər gətirməlisiniz. Yanmıramsa 15 nəfər. 10-15 nəfər qeydiyyatdan keçə bilərsiniz. Həsən Quliyev. Hərli olurmu? Bəli. Güzel, güzel. Həsən Quliyev. Çapadovda qalır top. Hacıyev. Bəhruz Əzizov onu top ala bildi. Əzizov. Növbəti 6 yenildirəcək Porto Baku. Bravo. Az qala hesab 2-0 olacaqdı, hər şey yaxşı qurtardı. Çempionat hansı aydan başlayır? Elə bu ayda başlayacaq yeni sezon. Onun üçün də qeydiyyat olmağı tələsin. Önümüzdəki həftə, maksimum bir həftəyə kimi artıq start götürəcək yeni sezon. Onun üçün də tələsin. Mayis Süleymanov topladı. Sefer Alciyev də toxunuş və hesab bərabərləşdi. Mükəmməl ötürmə Mayis Süleymanovdan və Sefer Alciyev. Belə bizə yaza bilərsiniz. Sefer Alciyev tamamladı. Hesab 1-1 olur. Porto Baku 1, Polestar 1. Misirov. Həsən Quliyev. Əşmov top oyuna daxil edəcək. Mayis Süleymanov. Beşizədə. Beşizadə az qalsın hesabı dəyişəcəkdir. Qapı Triqola imkan vermədi. Hücumda yaxalamışdı Polestar və bu hücumda nəticəsiz qaldı. Bura haradır? Bura Xəzər Liqası. Xoş gəlmişsən Sultan Cəlilov. Yox, yayın vasitəsində paylaşmaq olmaz. Elnur Beşizadə topladı. Top yenidən Polestar klubuna keçdi. Ülv Bədalov Həsən Quliyevlə oynayır. Quliyev və top tonu daxil oldu. Həsən Quliyev hesabı dəyişdi. Yenidən Polestar komandası hesabda öndə. Aleksandr Ağasəfərov. Xoş gəldiniz. Elnur Beşizadə.
Tamam. İnşallah final nə vaxt? İnşallah bu ay üçün nəzərdə tutmuşuq. Əlimizdən gələn maksimum eləyəcək ki, bu ay möhtəşəm daha bir final sizlərə təqdim eləyək. Növbəti 6 yerinə itirəcək Polestar komandası. Cəbrayıl Cavadov. Raul Cavadov. Sağlan Abbasov toplaydı. Onun zərbəsindən sonra küncdən zərbə. Yesəvər Hacıyev. Uşaq hazırlaşdırırıq mı? Yox. Amma uşaq futboluna əgər məktəb axtarırsınızsa, yaş qrupunu yazın, bizdən ünvanlar deyərik. Həsən Quliyev demək olar ki, meydanın mərkəzindən şansını yoxladı, amma azacıq dəqiqlik çatmadı. 2-1'lik Polestar'ın üstünlüğü var karşılaşmada. Top Elnur Bəşirzadəyə gəlir. Bəşirzadəyə. Yesəvər Hacıyev. Həsən Quliyevə gəldi top. Quliyev. Yaş 11. 11 yaş üzrə Anart klubuna sizlərə məsləhət görə bilər. Elə TikTok səhifəsində də Anart klubu yazsaz, yəqin ki, həmin şəxslərlə əlaqə qura biləcəksiniz. Bu 11 liqasında növbəti sezondan etibarən artıq Respublika turnirində də iştirak edə biləcək övladınız inşallah. Təbii ki, uşağınızın potensialına çox şəxsdir. Xeyr, razın deyil. Xəzər liqası Şahan Asfar Arena. Top Bəhruz Əzizovda. Şükalindən ötürmə. Mahir Süleymanov qarşıladı. Raul Cavadov. Hesabı sizə xatırladım. Porto-Baku 1, Polestar 2. Misirov. Quliyevlə oynuyor. Quliyevə top çatmadı. Top Cəbrayıl Cavadovda. Raul Cavadov. Mahir Süleymanov. Ervin Eşimov. Elnur Bəşirzadə. Onun zərbəsindən sonra Misirova dəyir top və künc zərbəsi. Künc zərbəsi düzgün yerinə yetirmədiyindən qalkiper top oyuna daxil etməlidir. Bir də xatırladım, yeni sezonda turnirimizə qoşulmaq istəyən komandalar səhifəmizə abunə olub, direktdən müraciət edə bilər. Oyna, şu ara oyun tuttur, oyun tuttur. Həsən Quliyev. Hesabı akla kimi. Yılmaz sötürmə alındı Quliyevdə. Raul Cavadov. Bəşirzadəyə. Kün zərbəsi. Porto-Baku. Qırxa bəyəni lazımdır dəyərli futbol sevərlər. Maksimum canlımızı bəyənək. Hareket eli. Arka var, arka boş. Rav yetkiye bak Rav. Oyna. Oyna. Mahir Süleymanov. Hər iki komanda bir xeyli itkilərlə qarşılaşmaya çıxıb.
Porto-Baku, Elməddin Əliyev, Rəşad Əliyev və bir çox aparıcı oyuncuların bu qarşılaşmada yoxluğunda meydana çıxıb. Görürlər ki, eyni itkilər də məhz Polestarda. Müdafiənin əvəz olmaz dirəyi Fərud Ədəcanov da yoxdur. Hücum xəttində, həm müdafiə, həm hücum xəttində yaxşı tanıdığımız simalardan Ayxan Şərəbiyevin də yoxluğu var. Adik Bağırzadə, o da bu qarşılaşmaya son anda gələ bilməyib. Porto-Bakunun daha bir müdafiəçisi. Üstürəm Polestarın daha bir müdafiəçisi. Sakit, sakit. Elnur Bəşirzadə. Şamadov. Bəşirzadə. On zərbəsindən sonra top çərçivədən aralı keçdi. Yuxarıda hədiyyə butonumuz var. 1001 ədəd qızılgülə ehtiyacı var ki, yayınımızı möhtəşəm səviyyəyə çatdıraq. Bizə dəstək olan hər kəsə öncədən təşəkkür edirik. Rəfər Rızayev yayınımıza xoş gəldiniz. Elsəvər Ajiyev topladı. Növbəti out Porto-Baku. Elvin Həşimov. Mahir Süleymanov. Quliyev. Savalan Abbasov. Həşimov topla qaldı. Elsəvər Ajiyev. O təkil vuracaq. Top toru sadəcə yandan silkəlir. Hesabda dəyişiklik yoxdur. Kaydırır yerimizə. Buradayım, məmnundur. O məmnundur, bunu tut. Quliyev. Pedalov istiqamətinə daha öncə Mahir Süleymanov toxundu və out Polestar. Son anda top Savalan Abbasov da meydançanı tərk etdi. Ani bir kolu səhv qolla nəticələnə bilərdi. Küncdən zərbə Polestar. Hesab seyirində Porto-Baku 1, Polestar 2. Aralarındakı xal fərqi də elə də böyük deyil. 21 xal Polestar komandası bu qarşılaşmaya qədər top aralaya bilib. 22 xal isə Porto-Baku. Lakin əgər bu qarşılaşmada Polestar meydanı qalib başa vurarsa, xalların sayını 24-ə çatdıraraq 2 xal qabaqlayacaq Porto-Bakunu. Amması da var ki, Porto-Bakunun hələ Qala ilə də sonuncu qrup oyunu var. Əgər Qalanı məğlub etsə, yenidən 5-ci sıraya yüksələ bilər Porto-Baku. Ötən sezonun çempionu bu sezon hələ qrup mərhələsində yalnız bu qədər xal toplaya bilir. Ən çox xal toplayan komandalar isə Ultraslan, Gözdə olar, gözdə, yaxşı olur. Oynuyor, oynuyor. Qal ortadan. Elsəvər, qabaq oyunçun gör. Önünü gelməkə, Elsəvərin. və digər komandalar haqqında da məlumat verəcək. 5-ci yerdə isə hal-hazırda Şuvalan komandasıdır. Misirov qarşıladı. Həsən Quliyev. Ortaya bax. Bədəlov yoxladı və Elvin Həşimov. Kritik toxunuş Həşimovdan. Out Polestar. Bəli, Şahan Asvar arayla. Atak et. Elvin Həşimov. Mahir Süleymanov. Elvan. Elvində qalır top. Qərzəzov. İsrafil buradadır mı? Yox. Misirov topladı. Savalan Abbasov.
Rami Misirov. Alfa Mərdəkan da ikinci yerdə. Səhv eləmirəmsə ikinci pillədə qarşılaşıb Alfa Mərdəkan. Birinci yerdə isə Şimal Gres. Top Ulvi Bədalova gəlir. Bədalov uzaqdan yoxluyur və top qapının üstündən keçdi. Ral Cavadov. Əzov qarşıladı. Həsən Quliyevə top çatmadı və out Porto Baku. Srafilin oynadığı komanda neçənci yerdədir? Srafilin oynadığı komandasının zəhmət olmasa adını deyin. Təqribi yadınıza salaq. Milli Xəzər Liqasında belə bir oyuncu adı xatırlamıram açığı. Ervan Şukalin. Son toxunuş Mahir Süleymanovdan out Polyestar. Qalkifer topu oyuna daxil edəcək. Alex Lambors, xoş gəldiniz. Hansı Minipolyadıq? Şağal Nasvar əlinə. Axşamınız xeyir. Xəzər Liqasında sizlər də iştirak eləmək istəyirsinizsə, səhifəmizə abunə olub, direktə müraciət edin, şərhləri daha doğrusu sizlərə xatırladıq və inşallah sizlər də yeni sezonda bizimlə bərabər mübarizə apararsınız. Növbəti altı yerinə yetirəcək Porto Baku. Hesab isə Porto Baku 1, Polyestar 2. Mahir Süleymanov. Hacıyev. Yaxşı. Altı yerinə yetirir Polyestar. Pedalov. Bu dəfə ikinciden zərbə. Asipə çox son hediyə üçün. Allah rüzü bol eləsin. Bəşirzadə. Ezəvər Hacıyev. İkinci zərbəsi Porto Baku. Champions Front. Təşəkkür edirəm hediyə üçün. Rüzünüz bol olsun. Savalan Abbasov. Bədalov. Həsən Quliyev. Bu topda qapıdan aralı geçti. Hesabda dəyişiklik yoxdur. Porto Baku 1, Polyestar 2. Bədalov. Həsən Quliyev. Savalan Abbasovun toxunuşu var idi. En sonda isə Həşimovun toxunuşu qeydə alındı. Barmaqlarını ucu ilə topa toxunmuşdu. İkinciden zərbə. Top Mahir Süleymanov'da qalır. Out Porto Baku. Həşimov. Mahir Süleymanov. Evin Həşimov. Sirov. Pedalov. Yeniden topu Elvin Həşimov'da. Out Polyestar. Yine topa toxunmaq mümkün olmadı. Hər hansı bir toxunuş olmadan top meydançanı tərk etdi. Son 3. İlk hissənin son 3 dəqiqəsi. Misirov. Erzezov. Out. Porto Baku.
Mural Juvalov. Beşizadə. Duvar ötürməsi yaxşı alındı. Zərbə olacaqmı və top tora daxil oldu. Esever Hacıyevlə Beşizadənin tandemi möhtəşəm alındı. Sonuncu dəqiq zərbə ilə aşırma vuruşla tarazlığı bərpa etdi. Elnur Beşizadə Porto'nun kapitanı. Hesap Polisar 2, Porto Baku 2. Son toxunuş Mahis Süleymanovdan küncdən zərbə. Hüseyin Guliyev'in çok sert zərbəsidir və Elvin Eşimov nələr edir? İnanılmaz reaksiya Elvin Eşimov'dan. Raul, yetti, Raul. Esever arkamdaki. Savalan Abbasova qarşı qayda pozuldu və cərmə zərbəsi. Əzov. Bədəlov. Misirov. Mükemmel bir gol Rami Misirov'dan. Yine Polisar hesapta önde. Görmürdü. Elvin Eşimov topun uçuş trajektoriyasını görə bilmirdi. Çünkü karşısı elə öz oyuncularla kapatılmıştı. Burada qalkiperi də qınama olmaz. Nədən müdafiə xəttini. Sadəcə Misirov'un ustalığı bu golun vurulmasına səbəb oldu. 3-2. 3-2. Polisar yine hesapta önde. Şaşqarəlli oyun və yəqin ki vərəqət olacaq. Cəbrayıl Cavalov sarı vərəqə ilə cəzalandırılır. Cərmə zərbəsi Polisar. Əzovun zərbəsindən sonra top qapıdan bir xeyli aralıq keçdi və bu da ilk hissənin son hücumuydu. Polisar 3, Porto Baku 2.